Ukrayna ilə bağlı sülh danışıqları davam etsə də, görünən odur ki, danışıqlarda bütün üstünlüklər Rusiya tərəfinə məxsusdur. Əriyyət görüşü ərəfəsində Qərb mediasında yer alan yazılarda da Qaradənizdə təhlükəsizlik məsələsinin məhz Putin tərəfindən Trampa təklif edildiyi qeyd olunurdu. Görüşün yekunu ilə bağlı verilən açıqlamalardan da aydın olur ki, əriyyətdə məhz bu məsələ ilə bağlı razılıq əldə edilib. Amma Kreml Qaradəniz razılaşmasının ancaq anti-Rusiya sanksiyalarının bir hissəsinin ləğv ediləcəyi təqdirdə mümkün olduğunu açıqlayıb. İlk növbədə Qaradəniz regionunda hərbi əməliyyatlar dayandırılır. Hərçənd bu ərazidə elə də şiddətli döyüşlər getmirdi. Çünki Ukraynanın güclü pilotsuz təyyarə aparatları olsa da, güclü hərbi donanması yox idi. Qaradəniz təşəbbüsünə gəlincə deməliyəm ki, ilk növbədə bu Rusiya istehsalı gübrə və ərzaq məhsullarının dünya bazarına çıxarılmasıdır. Bu həm də sanksiyaların qismən götürülməsi deməkdir. Zənnimcə Tramp da Rusiyaya qarşı bu sanksiyaların götürülməsini istəyir. Belə ki, anti-Rusiya sanksiyalarının davam etdirilməsi Tramp üçün də sərfəli deyil. Aydındır ki, sanksiyalar Rusiyanı Çin iqtisadiyyatına doğru itələyir. Eyni zamanda dolların dünyanın aparıcı valyuta rolunu zəiflədir. Bunu Tramp da dəfələrlə çıxışlarında qeyd edib. Ona görə də Qaradəniz təşəbbüsü həm sülhə doğru bir addım, həm də anti-Rusiya sanksiyalarının ləğvi istiqamətində bir addımdır. Anlaşmanın hayata geçmesi durumunda Türkiye, Romanya, Bulgaristan, Gürcistan gibi Karadeniz'e kıyıdaş olan diğer devletler de şu değişikliklerle karşılaşabilir. Bir kere birinci değişiklik güvenlik dinamiklerindeki değişim olabilir. Anlaşma Karadeniz'deki deniz ulaştırmasını düzenleyerek güvenliğini arttırmayı hedefliyor. Ancak Rusya'nın askeri ve ekonomik olarak güçlenmesi bölgedeki diğer devletleri, NATO ve Avrupa Birliği üyesi devletleri tedirgin edebilir. Ukrayna'nın tahıl limanlarının korunması, Odessa ve Çernomorsk gibi kritik limanlarda uluslararası denetim mekanizmalarının oluşturulmasını gündeme getirebilir. İkincisi, ekonomik rekabetin artması söz konusu olabilir. Qaradəniz təşəbbüsü, eləcə də taxıl müqaviləsi 2022-ci ildə imzalansa da, Rusiya bu razılaşmadan 2023-cü ildə bir tərəfli qaydada çıxıb. Səbəb isə Rusiyanın taxıl və gübrə ixracı ilə bağlı qoyduğu tələblərin yerinə yetirilməməsi olub. Bu il Kreml bu təklifi yenidən danışıqlar masasına qoyub və bir sıra Rusiya banklarının yenidən SWIFT sisteminə qoşulmasından sonra qüvvəyə minəcəyini əsas şərt kimi irəli sürüb. Analitiklərin qənaətinə görə bu dolayısıyla anti-Rusiya sanksiyalarının ləğvi, eləcə də yeni diplomatik narazılıqların yaranması deməkdir. Diplomatik dengelerin yeniden şekillenmesi olabilir. Batı'nın Rusya'ya yaptırımlarındaki esneklik, Ukrayna ile müttefik ülkelerin arasındaki bir gerginliğe yol açabilir. Türkiye'nin arabulucu rolü bu süreçte daha da öne çıkabilir. Romanya ve Bulgaristan gibi Avrupa Birliği üyesi ülkeler, Karadeniz'deki NATO varlığının arttırılmasını, Avrupa Birliği'nin askeri gücünün burada bulundurulmasını talep edebilirler. Sonuç olarak Riyad'da varılan mutabakat Karadeniz'deki güvenlik sorunlarını hafifletebilir, küresel gıda krizine çözüm bulabilir. Ancak Rusya'nın ekonomik ve siyasi kazanımları Batı ile olan olası gerilimleri yeniden alevlendirebilir. Zənnimcə sanksiyaların ləğvi barədə danışmaq çox tezdir, amma o da faktdır ki, Rusiya və Ukrayna tərəfi Əriyyət görüşündə Qaradənizdə təhlükəsizliklə bağlı razılığa gəlib. Şübhəsiz ki, bu məsələdə Amerika Birləşmiş Ştatlarının öz maraqları və öz şərtləri var və çox güman ki, Birləşmiş Ştatlar Qaradənizi də öz siyasətinə uyğun idarə etmək istəyir. Amma buna da Rusiya razı deyil, ona görə də hazırki mərhələdə tərəflər müəyyən güzəştlərə getməlidir. Bu isə o deməkdir ki, ilkin versiyada irəli sürülən şərtlər təkrar korrektə ediləcək. Əriyyət görüşünün yekunları ilə bağlı açıqlama verən Ukrayna prezidenti Vladimir Zelenski, taxıl sövdələşməsi ilə bağlı Kiyevlə məsləhətləşilmədiyini və onu dəstəkləməyəcəyini bildirib.